Səfərsoyun son məhkəmə prosesi getdi, apellyasiya məhkəməsində hökm yerində qaldı. Hal-hazırda biz vəkilləri Nazim Musayevi, Fəxrəddin Mehdivi görürük. Buyurun, Fəxrəddin müəllim. Buyurun. Bugün Xəzər rayon məhkəməsinin rızasında çıxartdığı hökmlə apellyasiya şikayət vermişdir. Şikayetin belə deyək də, nə qədər ki artıq apellyasiya məhkəməsinin qərarı elan olunub, axırıncı məhkəmə iclası idi. Şikayetimizin dəlillərini və ondan əlavə hansı qanun pozuntuları olub, hamısını bir-bir məhkəmənin nəzərinə çatdırdıq və bir hüquqşünas kimi, bir vəkil kimi hesab elədik ki, həmin pozuntular əsasında məhkəmə şübhəsiz ki, yeni qərar qəbul etməlidir. O yeni qərarın da qəbul olunacaq yeganə qərar ondan ibarət olmalıdır ki, Xəzər rayon məhkəməsinin qanunsuz və əsassız hökmü ləğv edilməlidir və Rıza Səfərsoy barəsində bəraət hökmü çıxarılmalıdır. İndi geniş danışma ehtiyac yoxdur, amma bütün iş materialları, bizim gətirdiyimiz dəlillər, məhkəmə iclasının gedişatı, hamısı onu deməyə 100% əsaslar yaradılır ki, doğrudan deri olmalıdır. Amma təəssüflər olsun ki, Xəzər rayon məhkəməsinin qanunsuz və əsassız hökmü yenə də qüvvəsində saxlanıldı. Buyurun, Fəxrəddin müəllim. Nazim müəllim kifayət qədər bu barədə müfəssəl danışdı. Ümumiyyətlə biz apellyasiya şikayətində bir neçə dənə tələb irəli sürmüşdük. Bunun birincisi Rıza Səfərsoyun ümumiyyətlə əməlində həm cinayət tərkibi olmadığına görə, cinayət hadisəsi olmadığına görə bəraət verici əsaslarla cinayət icraatına xitam verilməlidir. Birinci. İkincisi, Avropa İnsan Hüquqları Konvensiyasının həm 3-cü maddəsinin, həm 5-ci maddəsinin, həm 6-cı maddəsinin, 8-ci maddəsinin, 18-ci maddəsinin pozuntusunun tanınması barədə apellyasiya şikayətində bildirmişdik və üçüncüsü də xüsusi qərar çıxarılması. Çünki siz məhkəmə prosesində də iştirak etdiniz və gördünüz ki, o apellyasiya şikayətin dəlillərində də biz onu ifadə etdik. Həm cinayət işinin materialları müstəntiqlər tərəfindən saxtalaşdırılıb, həm də hakim tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən işin faktikalları təhrif edilib. Ona görə də həm konstitusion normalar ciddi şəkildə pozulub, həm də cinayət prosessual maddənin məcəlləsinin əsasən prinsipal maddələri pozulub. Ona görə də hesab edirik ki, belə bir zərurət var ki, xüsusi qərar çıxarılmalıdır. Həm müstəntiq haqqında, həm də hakimlər haqqında. Çox təəssüf edirik ki, deməli məhkəmə işə qərəzli baxdı, apellyasiya məhkəməsi və qəbul edilən qərar da nə qanuni, əsaslı və ədalətli deyil. Ona görə də həmin apellyasiya məhkəməsinin qərarlarına təbii ki, kassasiya şikayəti veriləcək və ölkə daxili müdafiə prosesləri düşənəndən sonra yəqin ki, Avropa məhkəməsinə təqdim alınacaq. Sağ olun, diqqətinizə görə. Bu qədər qanun pozuntuları var. Ən adi silah da ortaya gəlmədi. Heç silah yoxdur. Bəs nəyə görə bunlar bu qədər pozuntulara baxmırlar? İstintaqı yerindən başlamırlar. Səbəb nədir? Məqsəd nədir? Xanım, siz gördünüzsə biz o vəsadətləri verdik. Nazim müəllim də təqdim elədi. 3 dənə bizim vəsadət var idi. Həm o pozuntuları yenidən qismən istintaqdan keçirilməsi. Onlar gördülər ki, o qismən istintaqdan keçirilsə, bu tamamilə ifşa olacaq. Ona görə də həmin müşavirə otağına qayıtdıqdan sonra həmin vəsadətləri təmin etmədilər. Qərəzlidir. Başqa cür necə adlandırmaq olur? Sağ olun, təşəkkür edirəm sizə də. Sağ olun. Çox sağ olun. Buyurun müəllim, zəhmət olmasa siz keçin ikiniz də. Buyurun siz, özünüzü təqdim edin. Tapdığa Vakfverdi Hüseynoğlu müəllim, Bakı Dövlət Universitetinin eks müəllimiyim. Mən belə məhkəmələr haqqında eşitmişdim. Amma mən dəhşətə gəldim. Bir məntiq adamı olaraq, bir riyaziyyatçı olaraq. Vəkillər tam sübut elədi ki, Rıza Səfərsoyun heç bir günahı yoxdur. Lakin analogu görünməyən qərar verdilər. Və qanunlar obyektiv keçərlidir. Bu dünyanın verdiyi tərifdir. Böyük filosof Viktor Hugo isə belə bir tərif verib. Azərbaycan kimi dövlətlər üçün qanun yoxsulların çəpəridir. Dövlətlər istənilən vaxt bu çəpəri yara bilir. Yəni
bu analogu görünmeyen məhkəmə aparıldı. Görünür ki, mən analogu olmayan sözün işlədirəm. Amma ola bilsin ki, bu məhkəmələr elə çox adamlar belə şərləyib tutublar. Yəni bu adi hal alıb. Mən düşünürəm ki, həm elm xadimi olaraq, həm din xadimi olaraq insanların Allah tərəfindən idarə olunması, dövlət tərəfindən idarə olunması var. Allahın da səbri var. Allah tezliklə bunların bəlasını versin. Müqəddəs Ramazan ayında mən dua eləyirəm və dua edəcəyəm ki, ya Rəbbim bu haqsızlığa sən özün son qoyasan. Sağ olun, Allah Rıza bəyə sağlamlığını qorusun, iradəsini artırsın. O illər elə gəlib keçəcək, günlər gəlib keçəcək ki, biz Rıza bəylə heç düşünməyəcək ki, bu bir il keçdi, il yarım keçdi, bu müddətdə sonra biz onunla görüşəcək inşallah. Və mən inanıram, çox inanıram ki, inşallah demokratik ölkədə görüşəcək. Biz bugünkü ölkədə görüşməyəcək. Sağ olun. Məhkəmədə deyir ki, hakimin üzündə nur var. O hakim yəni ki, azad edəcək. Məndən idi. Bilim o nurları çox görmüşdür. Gördünüz? Bunlar belədir. Ayda mənim siz buyurun xahiş edirəm. Vallahi hər dəfə də eyni sözü işlədirəm. Bu günlərim ümumiyyətlə dəhşətli bir an idi. Belə çıxır ki, bu qədər haqq sübut yetirə, bu qədər vəkillərin gətirdiyi əsaslar, dəlillər və eyni zamanda Ədalət Məhkəməsi deyilən bir prinsipi 6 ay bu qədər məsələni uzatmaq, bu qədər dəlil yığmaq bir cümlədən ibarət imiş. O cümlə də ondan ibarət idi ki, 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılır. Bunu saxlayasıydısam 6 ay bu apellyasiya məhkəməsini nəyə uzadırsan? Nəyə cəmaata əziyyət verib danışırsan? Niyə cəmaatdan şey yığırsan? Öyle denən ki, o məşhur söz var, nə çalışsın sal, mən heyvacıl oynayacağım. Hakimlər. Mən qarşıda gələn böyük bayraq. Mən burada bir həqiqəti dərk elədim. Elə orada otura bir şey fikirləşdim ki, ümumiyyətlə Azərbaycanda bura analogsuz bir ölkədə burada məhkəmə sistemini ləğv etmək lazımdır. Bax, həm doğub həm də göbəyini kəsən polis olsun. Elə polis oradan bir dəfəlik qərar versin. Bu qədər 50 min, 30 min məhkəməçisi nə ştata yığıb bura? Əgər bu məhkəmə polisin qərarını dəyişə bilməyəcəksə, haqsız, haqlı, nə bilim, nə dəyişə bilməyəcəksə, mənim bu qədər bu məhkəmə sisteminə nə ehtiyac var? Elə polis oradan tutsun, iş cəzasını da versin, yola salsın. Belə biabırçılıq olmaz. Bu qədər biabırçılıq olmaz. Mən bu günlərim doğrudan dəhşətə gəldim. Demək 6 aydır sən bu insanları incidirsən, vəkilləri incidirsən, dəlilləri incidirsən bir cümlə üçün. Məhkəmənin qərarı qüvvədə qalır. Bir cümlə üçün. Mən heç nə demirəm. Da ən gözəl sözləri dedilər. Amma mən inanıram, bütün varlığımla, ruhumla inanıram, canımla inanıram ki, bu belə getməyəcək. Ona görə də inanıram ki, biz azad dünyada Rıza bəylə yaxınlarda görüşəcəyik inşallah. Mən də yenə əvvəlki kimi, bu məhkəmə də çox gərgin keçdi. Yəni orada bir nəfər danışdı. Mən də danışdım, yaxşı ki, məni çıxartmadılar. Bir də Adi bəy çıxartdılar, o da şəhid qardaşıdır. Yəni sonra dedi ki, hamımızı çıxaracaq, biri danışsa, Rıza bəy dedi ki, onları çıxarsınız, mən də çıxacam yəni. O da sözün dedi orada. Yəni bu hakim, mən əvvəldən bilirəm ki, bu hakimlərin üzündə nur boş şeydir. İndi danışır, burada deyir ki, nur yağır üzündən. Nur yoxdur. Məhkəmələr zaten biz gördük, çox gərgindir. Heç bir əsaslar olmadan, heç bir əsas yoxdur. İçəridə yatan adam, həbsdə olan adamdan bunlar izahat alırlar. Bu necə məhkəmədir? Belə şey olar. İzahat alırlar. Sonra götürürlər. Heç bir iz yoxdur. Heç bir Rıza bəyin izi yoxdur axı silahın üzündə. Sən bundan nə şey bilirsən? Nəyə görə? İz yoxdur. Hansı burada? Hər şey saxtadır yəni. Burada heç bir həqiqətə uyğun heç nə yoxdur. Hamımız bilirik bu sifarişli məhkəmədir. Vəssalam. Yuxarıda nə deyirlərsə bunlar da onu eləyirlər. Vəssalam. Bu qədər. Salam.
Siz sual verirsiniz ki, bu saxtakarlıqların səbəbi nədir? Bir belə elə bir sübut, dəlil olan yerdə nə üçün Rıza Səfərsoya bəraət verilmədi? Bu aydın məsələdir. Bunun səbəbi yalnız və yalnız yuxarıda oturandır. Mirzə Ələkbər Sabir deyirdi ki, qəmu mühnət füzun oldu, səbəb boynu yoğun oldu. Əliflər döndü, nun oldu, səbəb boynu yoğun oldu. Bax, yuxarıda oturandır. Neçə ki İlham Əliyev hakimiyyətdədir, neçə ki bu rejim hakimiyyətdədir, belə olacaqdır. Məhkəmələr saxtakar, hər şey saxtakar. Bax, belə olacaqdır. Ona görə də hamımıza demokratik Azərbaycan arzulayıram. Və bütün məhbuslara, bütün günahsız, şərlənərək ittiham olunan məhbusların hamısına azadlıq tələb edirəm. Azadlıq! 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 Və azadlıq! Salamünaleyküm. Mən əsasən belə ədalətsizlikləri onda görürəm ki, ədalətsiz qərar verən hakimlər cəzalandırılmadıqca bu davam eləyəcək. Bir də el qınağı, kütləvi el qınağı olmadıqca bu belə də davam edəcək. Xalqı mən birliyə çağırıram. Əsasən xalqın qınağı, necə ki Sovet dövründə el məhkəmələri var idi, yoldaşlıq məhkəmələri var idi, xalq qınağı var idi, eldə, obada belə məsələlərə yanaşmalar var idi. Həmin məsələlər qaytarılmalıdır. Gözəl xüsusiyyətlərimiz qaytarılmalıdır. Nə qədər ki qərar verən, qərəzli qərar verən heç bir məsuliyyət daşımır, o da öz qərarını verəndə heç bir tərəddüd eləməyəcək. Yalnız mən bunu cəzasızlıqda görürüm. Buyurun. Mən Ənvər müəllimin çıxışı ilə, sözləri ilə tam razıyam. Orada çox bir-iki söz əlavə eləmək istəyirəm ki, mən elə belə də olacağını gözləyirdim. Buradan mən gözləmirdim ki, nəsə azalsınlar, Rıza bəy əhv eləsinlər. Elə olduğu kimi də elə bu yolla da belə gözlədiyimi bilib də bu yola gəldim ki, gəlim burada gözləyim, bunu təkrar eşidim. Bu məhkəmə sistemi var ki, bu sistemdə, bu rejimdə bütün məhkəmələr, burada oturanlar, hamısı Sultan İlhamın hərəmxanasındakı cariyələrdir. Onlar yuxarıdan nə gəlir prezident aparatından, həmin şeyi də tutuq quşu kimi bütün məhkəmələrdə, bütün distansiyalarda ötürə-ötürə, təsdiq eləyə-eləyə gətirib çıxardılar. Axırda da yenə öz sözlərində qalırlar. Rıza Səfərsoy ilk məhkəmə başlamasından öncə dedi ki, mən dövlət ittiham çıxıb, qadın istəmirəm, qadın olmağı istəmirəm. Plan veriləndə ki, niyə biri əsəblərini qorxub, mən nahaq yerə burada qalmışam. Bir il 6 aydır mən səbəbsizim, heç bir cinayətim yoxdur, mən həbs cəzası çəkirəm. Bax, Rıza bəy əsəbləri yerində deyilmi, ya qorxulubmu? Bax, ondan deyilən ki, Rıza bəy heç vaxt deməyib. Əvvəla Fərqanə xanım, həbs olunandan bu günə qədər hər kim ki, hər hansı bir mənada Rıza bəyə dəstək olubdur, həmçinin də siyasi məhbuslara dəstək olubdur. Mən öz ənənəmə sadiq qalaraq onlara yenə də öz təşəkkürümü bildirirəm. Qar, çoğun, isti, soyuq bilmədən məhkəmə binalarının qarşısına gələn Azərbaycanın vətənpərvər oğul və qızlarına çox sağ ol deyirəm. Qaldı sizin sualınıza təbii ki, Rıza Səfərsoy 1 il 4 aydır ki, həbsdədir, 16 aydır həbsdədir. Demək, Rıza bəy Səfərsoy həbsdə qaldığı müddət ərzində günü-gündən sağlıq durumu pisliyə doğru irəliləyir. Hal-hazırda Rıza bəy ölüm-qalım savaşı verir. Ona görə də bildirdi ki, prokuror xanım olmasın, Azərbaycan hakimiyyətində əyləşənlər vəzifə üçün, mövqe üçün anasını, bacısını, arvadını, qızını, namusunu, qeyrətini satanlarda o olmasa da Rıza bəydə o namus, o qeyrət var. Çünki Rıza bəy vətən uğrunda vuruşmuş qazi bir oğuldur, mərd, igid bir qəhrəmandır. Ona görə istəmədi ki,
prokuror qadın olsun, nədirsə də tənqidi fikir eşitsin. Sualınızın cavabı bu. Qaldı Rza bəyin həbsi ilə bağlı. Rza bəy birbaşa ilhamla həbs edilibdir. Bizim evimizə quldurcasına baskın eləyən Xəzər rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Elnur İsmailov, buradan sənə səslənirəm. Mahir Əhmədov, buradan sənə səslənirəm. Müstəntiq Elvin Ağayev, sənə səslənirəm. Müstəntiq Azər Məmmədzadə, sənə səslənirəm. Prokuror Surat Salmanov, sənə səslənirəm. Rza bəy Səfərsoya 2 il 9 ay hökm oxuyan Hüseyn Hüseynli, sənə səslənirəm. Və nəhayət bugün apellyasiya məhkəməsində hakimlik eləyən Emin Əliyevə səslənirəm. Hal-hazırki İlham Ələcək hamınızın adı o siyahıda var. Hamınız etdiyiniz cinayət əməlinə görə cavab verəcəksiniz. Bilirəm ki, gecə tezi haqq ədalət qalib gələcəkdir. Valide ananın da ahı yerdə qalmayacaqdır. Hal-hazırda 1 il 4 aydır oğul üçün gözyaşı tökən Məsuma ananın da ahı yerdə qalmayacaqdır. Rza bəy Səfərsoyun həbsində kimin nə dərəcədə iştirakı varsa, hamısı birinci növbədə Allah qarşısında, sonra da Azərbaycan Konstitusiyası, qanunu qarşısında cavab verəcəkdir. Bu 2-ci ildir ki, mənim evimdə bayram keçirilmir. Ramazan bayramı gəlir qarşıdan. Səfərsoyun məhkəməsi, apellyasiya məhkəməsində Xəzər rayonunun verdiyi hökm qüvvədə qalır. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.